Salam əziz izləyicilərim. Bu günləri mən sizə idiopatik granulomatoz mastitdən danışmaq istəyirəm. Süd vəzinin autoimmun xəstəliyi olub, xoş xassəli xarakterlidir, benayn xarakterlidir. Lakin bu günlərim çox kəskin dərəcədə yayılmışdır, artmışdır. Qlobal olaraq biz artıq statistik göstəricilərə əsasən demək olar ki, xanımlarımızın çoxusunda bundan rastlaşırıq. İdiopatik granulomatoz mastit adından məlum olduğu kimi mənşəyi məlum olmayan autoimmun xəstəlikdir. Yeganə süd vəzi xəstəliyidir ki, burada biz yox, revmatoloqlar danışır. Burada biz yox, revmatoloqlar müdaxilə edir. Müalicəni revmatoloqlar aparır. Autoimmun idiopatik xəstəlik olduğu üçün. Və bu günlərim idiopatik granulomatoz mastit haqqında ultrasəs müayinələrdə böyük yanlışlıqlar, çox təəssüf ki, bizə gəlir, rastlaşırıq. Daha çox yaş həddi 30, 35, 45 yaş aralarında olsa da, bəzən biz istisna hallarda daha yaş həddi yuxarı olan, məsələn 57 təvəllüdlü xanımlarda belə rastlamış oluruq. Və bu günlərim mənim sizə vurğulamaq istədiyim nədir? İdiopatik granulomatoz mastitdə autoimmun xəstəlik olduğu üçün birmənalı şəkildə endokrin sistemin böyük rolu vardır. Bu xanımların əksəriyyətinin süd vəziləri böyük ölçülü olur, makromastik süd vəziləri strukturunda olur və eyni zamanda həmin xanımların özlərinin kökəlmə, aybaşı pozuntuları kimi ciddi patologiyaları izlənilir, şikayətləri olur. Bu müayinələr əsnasında bizim daha çox önəm verəcəyimiz sahələr təbii ki, süd vəzidir. Amma süd vəzi müayinəsi ilə yetərlənə bilmərik. Mütləq şəkildə tiroid vəzinin, eyni zamanda limfa düyünlərinin, qaraciyərin və mədaltı vəzin gərəkərsə, yumurtalıq şikayətləri olarsa, mütləq yumurtalıqların ultrasəs müayinəsi də aparılmalıdır. Autoimmun xəstəlik olduğuna görə biz bunu inkar etməmiz üçün ilkin olaraq Bayrax 4A təsnifatı verib, trukat biopsiya icra edirik. Granulomanı təsdiqlədiyimiz anda biz bu xəstələrimizi revmatoloqların müalicəsi və müayinəsi üçün nəzarətə göndəririk. Xəstələrin ilkin müayinələri 3-6 ay ərzində təşkil etsə də, müalicə fonunda davam edən hormonal müalicə fonunda bu xəstələrin müayinəsi 6 aydan bir aparıla bilir. 3 illik müalicə və 3 ildən sonra məndə bitdi, qutardı, belə bir nəzarət yoxdur. 3 ildən sonraki müalicənin bitdiyi andan biz bu xəstələri yenə də 6 aydan bir ultrasəs müayinədə nəzarətdə saxlayırıq. Və buradan vurğulamaq istədiyim nədir? İdiopatik granulomatoz mastitin erkən diaqnostikasında ultrasəs müayinənin rolu yüksəkdir. İkinci, bunun haqqında bizə yüksək nəticə verə biləcək ikinci müayinə növü yoxdur. Mamografiya burada çox nadir hallarda aparılır, çünki yaş həddi çox aşağı olur. MRT müayinədə isə ultrasəs daha məsləhətdir. MRT müayinəsi zamanı bizdə orada kontrast tutulumu yüksək olduğuna görə süd vəzinin infiltrativ kanseri ilə səhv salmaq mümkündür. Və daha çox yanlışlar nədə baş verir? Xəstələrdə ultrasəs müayinə zamanı həkimlərimizin daha çox səhv etdiyi tərəf maloziv sahələri izləyib, amma xəstəyə Bayrax 2 təsnifatı verməkdir. Bayrax 2 təsnifatı isə ildə bir dəfə müayinə deməkdir ki, biz bundan öncə vurğuladıq ki, bu xəstələr 3-6 ay ərzində müayinələrdə olmalıdırlar. İdiopatik granulomatoz mastitin təsdiqində ultrasəsin maloziv infiltrativ ocaqları, kapsulalı ocaqları böyük yer tutur. Və mən sizə son vaxtlar rastlaşdığım bir çox xəstələrin nəticələrindən yekunlaşdırmaq istəyirəm, sizə məlumat vermək istəyirəm. Bizə gələn müayinələrdə xəstələrin mamoqrafik nəticələri var əlimizdə ki, mamoqrafiya Bayrax 2 və yaxud da bəzi hallarda, nadir hallarda Bayrax 3 verib. Süd vəzilərində isə, ultrasəsində isə ümumiyyətlə pi toxuması Bayrax 2 təsnifatı verilib. Çox nadir süd vəzi müayinələrimiz var ki, Bayrax 4 təsnifatı bu xəstələrdə tətbiq olunub, kanser şübhəsi altında. Və bizə gələn nəticələrdən biopsiya aldığımız xəstələrdə isə təsdiqlənib süd vəzinin idiopatik granulomatoz mastiti. Hətta bəzi xəstələr var idi ki, biz bu xəstələrdə kanserlə belə şübhələnmişik, duktal karsinomalarla belə şübhəli yanaşmışıq. İGM və duktal karsinoma diferensial diaqnostika apardığımız təqdirdə biopsiyaların cavabında idiopatik granulomatoz mastit təsdiqini tapmışdır. Və bu xəstələrin əksəriyyətinin laboratuvar müayinələrində biz insulinin
eyni zamanda qlükozanın və yaxud da HOMA-nın yüksək göstəricilərinə rastlaşmışıq. Bu isə onu sübut edir ki, bu həqiqətən də autoimmun idiopatik xəstəlik olub, endokrin sistemin patologiyasıdır. Sağ olun, sağlam olun.